İzahlı test 13-cü hissə, İngilis dili 5-ci sinif. 1, 2, 3-cü suala burada baxacağıq. 4, 5-ci sualların cavablarını şərhlərdə, kommentlərdə yazarsınız. Birinci sual, choose the synonym of the underlined word. Altından xətt çəkilmiş sözün sinonimini seçin. The new supermarket is very big. Yeni supermarket çox böyükdür. Big, böyük mənasını verir. Onun sinonimi A bəndə short, qısa, doğru deyil. B, long, uzun, doğru deyil. C, small, bu da ola bilməz. Large, geniş, böyük mənasını verir. D bəndi doğru cavabdır. İkinci sual. Choose a sentence with a noun in the singular. Təkdə olan isim olan cümləni seçin. A bəndi, I always put my toy bear into this box. Toy bear, oyuncaq ayı mənasını verir. Təkdə demək. A bəndi doğru cavabdır. Baxaq B, C, D-yə. B-də my cousins cəmdədir. Animals cəmdədir. C bəndində children cəmdədir. D bəndində box kitablar cəmdədir. A bəndi doğru cavabdır. Üçüncü sual, choose the correct articles. Düzgün artikelları seçin. My uncle's horse has long tail and big ears. Mənim əmmimin atı uzun quyruğu və böyük qulaqları var. Burada tail sözü təkdə olduğu üçün onun qarşısında artikel işlənir. Artikel longun qabağında işlənir, amma ismə aiddir. My uncle horse has a long tail. Has a long tail and big ears. Ears sözü cəmdə olduğu üçün cəm isimləri qabağında qeyri-müəyyən artikel işlənmir. B bəndi doğru cavabdır. 4, 5-ci sualların cavablarını kommentlərdə, şərhlərdə yazarsınız. Kanalı bəyənib, videonu bəyənib kanala abunə olmağı unutmayın.